Arya Stark, Game of Thrones serialının ən maraqlı obrazlarından biridir. Hekayənin əvvəlində o, Winterfell qalasından olan Stark ailəsinin kiçik bir qızıdır. Arya maraqlı, enerjili və ətrafındakı bir çox qızlardan fərqlidir. O, gözəl paltarlar və ya saray məclisləri haqqında xəyal qurmur. Əksinə, döyüşməyi və dünyanı kəşf etməyi öyrənmək istəyir. Müharibə başlayanda və atası Eddard Stark kral torpaqlarında edam ediləndə, Arya'nın həyatı birdən dəyişir. Bu hadisə onun uşaqlığını məhv edir. Arya təhlükəli bir dünyada tək başına qalır. Bu dünyada bir çoxları insan güc və intiqam istəyir. Arya tezliklə başa düşür ki, sağ qalmaq üçün cəsarət, ağıl və bəzən də sərtlik lazımdır. Uzun səyahəti zamanı Arya bir çox müəllimlərlə qarşılaşır və həyati bacarıqlar öyrənir. Onun həyatındakı ən mühüm anlardan biri Braavos şəhərinə getməsi və Qara və Ağ evinə daxil olmasıdır. Bu məbəd Üssüz Adamlar adlı gizli qatil təşkilatına məxsusdur. Onlar ölümün çoxüzlü tanrısına xidmət etdiklərinə inanırlar. Məbəddə Arya çox çətin bir təlimə başlayır. O intizamı, səbr etməyi və emosiyalarını idarə etməyi öyrənir. Üssüz adamlar ona heç kim olmağı öyrədirlər. Bu o deməkdir ki, o öz kimliyini, keçmişini və hətta adını unutmalıdır. Bu Arya üçün asan deyil, çünki o hələ də ailəsini və itirdiyi insanları xatırlayır. Məbəddə keşişlər tez-tez belə bir ifadə işlədirlər. Valar Morgulis, yəni bütün insanlar ölməlidir. Bunun cavabı isə Valar Dohaeris, yəni bütün insanlar xidmət etməlidir deməkdir. Bu sözlər qatillərə xatırladır ki, ölüm həyatın bir hissəsidir və hər kəsin bir rolu var. Arya səssiz döyüşməyi, üzünü dəyişməyi və insanları müşahidə etməyi öyrənir. O daha güclü, daha soyuqqanlı və peşəkar olur. Amma daxilində o, hələ də ədalət istəyən cəsur Stark qızıdır. Sonda Arya Westeros'a qayıdır. Onun təlimi və cəsarəti Ölülər Ordusu və Gecə Kralı ilə olan böyük müharibədə çox vacib rol oynayır. Döyüşün ən kritik anında, ümid demək olar ki, yox olanda, Arya inam və cəsarətlə Gecə Kralına hücum edir. Bir həlledici zərbə ilə onu məhv edir və saysız-hesabsız insanın həyatını xilas edir. Arya Stark'ın hekayəsi göstərir ki, ağrı və çətinliklər insanı dəyişə bilər. Bir vaxtlar taxta qılıncla oynayan kiçik qız dünyanın ən təhlükəli döyüşçülərindən birinə çevrilir. Amma onun cəsarəti və ailəsinə sədaqəti hələ də onun ən güclü xüsusiyyətləridir. Arya Stark is one of the most interesting characters in Game of Thrones. At the beginning of the story, she is only a little girl from the noble Stark family of Winterfell. She is curious, energetic, and different from many other girls around her. Arya does not dream about dresses or royal parties. Instead, she wants to learn how to fight and explore the world. Her life changes suddenly when war begins, and her father, Eddard Stark, is executed in King's Landing. This terrible moment destroys Arya's childhood. She becomes alone in a dangerous world where many people want power and revenge. Arya quickly learns that survival requires courage, intelligence, and sometimes cruelty. During her long journey, Arya meets many teachers and learns important skills. One of the most important moments in her life happens when she travels to Braavos and enters the mysterious House of Black and White. This temple belongs to the Faceless Men, a secret religious order of assassins. They believe in serving the many-faced god, the god of death. In the temple, Arya begins very difficult training. She learns discipline, patience, and how to control her emotions. The Faceless Men teach her to become no one. This means she must forget her identity, her past, and even her name. It is not easy for Arya because she still remembers her family and the people she lost. The priests in the temple often say an important phrase, Valar Morgulis, which means all men must die. The answer to this phrase is Valar Dohaeris, which means all men must serve. These words remind the assassins that death is a natural part of life and everyone has a role to play.
Arya learns how to fight silently, how to change her face, and how to observe people carefully. She becomes stronger, colder, and more professional. However, deep inside, she is still the brave Stark girl who wants justice. Finally, Arya returns to Westeros. Her training and courage become extremely important during the Great War against the Night King and the Army of the Dead. In the most critical moment of the battle, when hope seems lost, Arya attacks the Night King with speed and bravery. With one decisive strike, she destroys him and saves countless lives. Arya Stark's story shows how pain and hardship can transform a person. A small girl who once played with wooden swords becomes one of the most dangerous fighters in the world. Yet her courage and loyalty to her family remain the strongest parts of her character.